Özünüzü təqdim edin. Salam xanım, mən ehtiyatlı olan hərbi qulluqçu, özüm Vətən müharibəsinin iştirakçısıyam, həm də qaziyəm. Mən bura gəlməmin səbəbi odur, Naxçıvan Muxtar Respublikasından gəlmişəm bura. İstifadə etmədiyim məzuniyyət pulum var mənim burada. Məktubu da yollayıblar, evimə dəfələrlə yollayıblar ki, sənin pulun vurulacaq. Pul ayrıldığı təqdirdə, hələ heç bir xəbər yoxdur. Məndən sonra təxsis olanlar var. 6 ay, 7 ay sonra. Hərbiçiyəm, mən burada yox, burada yığıblar. Həm Naxçıvan əlaqəsini qoşulur. İstifadə etmədiyim məzuniyyət puludur. Dəfələrlə bura gəlmişəm, dəfələrlə bura nazirliyə gəlmişəm. Keçidiblər məni otağa. Məndən danışıblar. Məndən danışıblar ki, Nə danışıblar sizdən? məndən danışıblar, nömrəmi istəyiblər ki, səndən əlaqə saxlayacağıq. Saxlamayıblar. Ki, sən şu həll eləyəcək. Dəfələrlə bura gəlmişəm mən. Əsas problem odur ki, mənim istifadə etmədiyim məzuniyyət pulu var, 1504 manatdır. O pulu tələb eləyirəm mən vacibi tələb eləyirəm və Naxçıvan Əlləddin Qoşun Ordusuna gedirəm. Quliyev Ramal adında oğlandır, Naçfindir, buğalterdir. Ona deyirəm ki, budur vəziyyət deyir ki, mən sənin pulu Müdafiə Nazirliyi Maliyyə Büdcə İdarəsi yeyir. Sizi necə yönəldiblər Bakıya ki, sizin işiniz Müdafiə Nazirliyindədir? Bizə işimi yönəldiblər Bakıya. Mən Naxçıvan Əlləddin Qoşun Ordusuna getmişəm. Mənə deyilib ki, sənin istifadə etmədiyin məzuniyyət puluna kapitan Quliyev Ramal baxır. Ramala dəfələrlə zəng eləmişəm. Mənə deyirsən, kimsə mənə zəng eləyirsən. Sən get, mənə zəng eləmə. Dəfələrlə getmişəm mən qəbula ki, sənin pulun vurulacaq, vurulmayıb. Nə qədər müddətdir ki, vurulmur pulunuz? Bir ildir, artıq bir ildir ki, mən bir ildən çoxdur təxsis olmuşam. Keçən il may ayının 9-undan mən xəstəliklə təxsis olmuşam. Özüm qaziyəm, kəndə beyin travması almışam. Özüm də dərmanlarla qalıram, yaşayıram. Bunlar heç bir şəhitimə, vəziyyətimə baxmırlar. Elə bir ki, mənə necə baxmayıb? Tək mən deyirəm, bu pulu tək mən deyirəm almamağım. Neçə dənə zabitlərimiz var ki, hal-hazırda postlarda xidmət eləyir. Hərbi hissələrdə xidmət eləyir. Bu istifadə olunmayan məzuniyyət pulları alınmır. Tək məndən söhbət getmir. Onlar da almıyor heç. Səbəb nə göstərir? Səbəb o görsədir ki, heç bir şey. Gedirsən Naxçıvan Əlləddin Qoşun Ordusunda deyirlər, Müdafiə Nazirliyi Maliyyə Büdcə İdarəsi sizin pulunuzu yeyib, ayırmır. Bu sözləri deyil. Axı heç kimin haqqı yoxdur hərbiçilərin məzuniyyət pulları yeyilsin. Onların deyişinə. Bunlar elə. Çünki bu dövlət tərəfindən sizin haqqınızdır. Bəli, mənim də bura gəlməyim odur ki, mən Cənab Ali Baş Komandandan dəstək istəyirəm. Azərbaycan Respublikasının 1-ci xanımı Mehriban xanımdan dəstək istəyirəm. Azərbaycan Respublikasının Baş Prokurorluğundan dəstək istəyirəm, kömək istəyirəm. Dövlət Təhlükəsizlik Xidmətindən dəstək istəyirəm, kömək istəyirəm ki, bu şeylərə baxılsın. Bu məsələ ilə bağlı hansı dövlət qurumlarına müraciət eləmisiniz? Rəsmi qaydada. Rəsmi qaydada Müdafiə Nazirliyindən Naxçıvan Əlləddin Qoşun Ordusu. Başqa qurumlara gedib, yəni şikayət edilməz. Bəs son olaraq son addımlarınız nə olacaq? Son olaraq onu istəyirəm ki, buna yəqin ki, hər kəs baxır. Xahiş edirəm ki, mənim bu şikayətimə, mənim bu vəziyyətimə baxsın. Döyüşçünü, bir qazini bu vəziyyətə salmasın. Acınacaqlı vəziyyətə salmasın. Bəs qəbulda olanda sizə nə dedilər qəbulda? İndi hal-hazırda qəbulda mənə danışdırdılar biri ilə, tanımadım heç adında. Dedilər, mülküdür, mülki idarəçisidir. Yaxşı insandır, sənə baxacaq bu vəziyyət var. O da mənə oradan göstərdi ki, sən get hardansa bura məktub yaz. Məktub yazmağa ehtiyac yoxdur ki, mən gəlmişəm də sizin evə gəlmişəm. Bizim deyək ki, bu gün evimizə gələn qonağı qarşılayıramsa, mən onun nəyisə problemi varsa həll edirəm. Bugün mən sənin evimə gəlmişəmsə, mən öz evində mənim işimi həll eləməlisən. Başqa mənim məktuba ehtiyac yoxdur. Sağ ol.